Bunları bildikdən sonra stressdən uzaq olacaqsınız. Stressin orqanizmə ən ciddi 5 təsiri. Stres orqanizmə necə təsir edir? Bildiyimiz kimi stres zamanı stres hormonları deyilən, böbrək vəzdə ifraz olunan kortizol, adrenalin və bu tip hormonların miqdarı artır. İlk öncə ürək-damar sisteminə təsir edir. Təzyiqin yüksəlməsinə səbəb olur, ürək döyüntülərinin sayını artırır və ürək döyüntüləri uzun müddət yüksək olduqda ürəyin yorulmasına səbəb olur. Həmçinin də arterial təzyiq isə ürək və damarları ciddi zədələyir. İkinci yerdə isə sinir sistemi durur. Yaddaşa təsir edir, diqqət pozulmağı yaranır, depressiyaya səbəb olur, yuxunun pozulmasına səbəb olur. Bu da neyronların zədələnməsinə, yaddaşın zəifləməsinə və bir çox neuroloji, psixoloji problemlərin yaranmasına səbəb olur. Üçüncü yerdə endokrin sistemə təsir edir. Şəkərin miqdarını yüksəldir, hüceyrələrin insulinə rezistentliyini artırır, şəkərli diabet üçün sanki bir zəmin yaradır və həmçinin hormonal problemlərin yaranmasına səbəb olur. Həzm sisteminə də təsir edir. Hətta qızıqlanmış bağırsaq sindromu yaradır, qastritin yaranmasına səbəb olur, stres xorası dediyimiz mədə xorasının yaranmasına qədər gətirib çıxarda bilir. Stres həmçinin immun sistemə çox zərərlidir. Kortizol hormonu yüksək olması immun sistemi zəiflədir, tez-tez xəstələnməyə səbəb olur, iltihabın gec sağalmasına, xroniki yorğunluğun baş verməsinə səbəb olur.